Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Bu mənim artıq ikinci videomdur. Demək, bu TikTok xütbələri ilə bağlı fikirlərimi paylaşmaq istəyirəm. Demək, ilk videoya bir xeyli şərh gəldi, bir çox adamlar paylaşdılar və Allaha çox şükürlər olsun ki, bu məni sevindirir ki, yəni ölkəmizdə kifayət qədər adekvat insanlar var. Mənim izləyicilərim gözəl bilirlər ki, bütün ictimai siyasi fəaliyyətdən, hər şeydən mən uzaqlaşmışam. Amma ölkəmizin gələcəyi ilə bağlı, ölkəmizin, gəncliyimizin necə yetişməsi şəxsən məni hər zaman narahat edir. Çünki onlar bizim övladlarımızdır, onlar bizim gələcəyimizdir. Demək dostlar, baxmayanlar üçün öncəki videoma baxmayanlara qısa bir məlumat verim. Son zamanlar mən ara bir TikTok'u vərəqləyib görürəm ki, hər axşam, gecə demək olar ki, səhərə qədər, müəyyən bir insanlar var, müəyyən təriqətdən insanlar var. Bunlar TikTok xütbələr keçirlər də, otururlar, dindən məsləhətlər verirlər. Xeyli də izləyici toplayıblar ətraflarına. Bunların xütbələrinin onlayn dinləyiciləri ilə bunlara şirkətlərə göndərənlər xeylidir. Və mən bir neçəsinə qoşulmuşam və qoşulmaqda da davam edirəm efirlərinə. Sadəcə olaraq çox qısa konkret sualım olur. Əzizim, zəhmət olmasa bir sualıma cavab ver. Ali və yaxud orta dini təhsilim var? Yox, heç bir mədrəsədə oxumayıb. Deyir, filan hədis kitabını oxumuşam, filan şey oxumuşam. Deyirəm, ayalar, çox gözəl. Mən də məsələn metafizika ilə bağlı, hər hansısa bir elmlə bağlı kitablar oxumuşam. Amma bu onu əsas vermir ki, o sahənin mütəxəssisi kimdir. Məsələn, mən hüquqşünasam, mən bank mütəxəssisi kimi çıxış eləyə bilmərəm, başqa bir sahədə də mənə aid olmayan sahənin eksperti kimi kütlə qarşısına çıxıb, orada hər hansısa bir suallara cavab verib, hər hansısa məsləhət verə bilmərəm. Deyirəm, okey, bunu başa düşdü. İndi zəhmət olmasa mən bir sualıma cavab ver. Ərəb dili biliyin hansı səviyyədədir? A1, A2, C1, C2, nə dərəcədə ərəb dilini bilirsən? Deyir, ərəb dilini bilmirəm. İndi belə bir sual çıxır ortalığa. Bizim izləyicilərimiz, bizim bu internet segmentinin istifadəçilərinə sual verirəm. Bir adam ki, bir kitabı ki, orijinalda oxuyub, onun mənasını tam dərk eləyə bilmirsə, bilmirsə ki, o kitabda nə yazılıb, tərcümə də bilirsiniz necədir, əzizlərim? Quranın mənasının tərcüməsi var. 100% onun dürüst tərcüməsi yoxdur. Çünki 12 milyon söz ehtiyatı, 12 milyondan çox olan söz ehtiyatı olan bir dildə olan kitabı bizim dilə tərcümə eləyib və onu olduğu kimi çatdırmaq mümkün deyil. Bu adamlar nə orijinalda Quran oxuya bilirlər, nə ali dini təhsilləri var və sizin də bir çoxlarınız, övladlarınız, ailə üzvləriniz otururlar, onların o boş-boş, o heç bir şeyə yaramayan məsləhətlərinə, 5-10 dənə hədis oxuyublar, ona istinad edib, sizin beyninizi, övladlarınızın beynini yuyurlar. Ona görə də mənim hamıya tövsiyəm budur. Diqqət eləyin, görün övladlarınız nə ilə məşğuldurlar. Bax, bir çox, məsələn, başqa mövzularda paylaşdığım videolarda, TikTok səhifəmdə deyirəm ki, internetdə boş-boş vaxtınızı keçirdənə qədər gedin bir dil öyrənin, bir çoxu soruşur ki, hansı dil öyrənin? Əzizlərim, bütün dünyaya açar, birinci növbədə ingilis dilidir, Çin dilidir. İstənilən bir xarici dili öyrənirsinizsə, o dil siz üçün yeni bir qapılar açır, yeni bir imkanlar açır, yeni bir fürsətlər açır siz üçün. Bu bir. İkincisi, TikTok'da oturup tutalım ki, İmam Hüseyin haqqında, Peyğəmbər Əfəndimiz haqqında, din haqqında, deyək ki, xütbələrə saatlarla qulaq assınız, tutalım Hafiz-i Quran oldunuz, tutalım, hədis elmi üzrə, doktor Naq oldunuz. Bu sizə nə verəcək? Bax, bu sizin həyatınızda nəyi dəyişəcək? Mən şəxsən gənclərimizin yerinə olsam, hökm deyil ki, pullu ödənişli kurslar olsun. Bu dəqiqə internetdə məsələn, Cloud süni intellektini öyrənib, kifayət qədər özünüzə yeni imkanlar, yeni biliklər, bacarıqlar öyrənə bilərsiniz və bununla da özünüz üçün yeni bir iş yeri tapa bilərsiniz. Onlayn iş tapa bilərsiniz. Hansı ki, hansı ölkədə asılı olmağınızdan asılı olmayaraq, iş sahibi olarsınız, pul qazana bilərsiniz. Amma, oturub o dini xütbələri dinləyib, onların o xoşbəxtlik qafiyəsini tapmayanların, həyatda heç bir uğur qazana bilməyən adamların, onların söhbətlərinə qulaq asıb siz nə əldə edəcəksiniz, əzizlərim? Vaxtınızı keçirmək istəyirsinizsə, rus dilini bilirsinizsə, bax, məsələn, bir misal deyim, Margulan Sensenbayev, Qazaxdır, milyonerdir, çobanlıqdan gəlib olub milyoner, sonra bütün varın dövlətini itirib, amma yenidən özünü bərpa edib, yenidən qalxa bilib o səviyyə. Belə uğurlu adamların xütbələrin, oturun onların videolarına baxın, onlar hər şey haqqında danışırlar, biznesi necə qurmalısan və yaxud vaxtını necə bölüşdürməlisən, büdcəvi necə nizamlamalısan, özünüzü inkişaf elətdirin, əzizlərim. Bu cəhalətin, ömrü boyu Allah Teala'dan gündüz oturub ruzu istəyən və gecə sizin qarşınızda çıxıb özünü, şəriət alimi kimi təqdim edən adamlara vaxtınızı boş yerə itirməyin, əzizlərim. O adamların
həyatda özlərini ifadə eləmək üçün, yəni adətən bu uğursuz adamlar bir neçə variantdan istifadə edirlər də. Yəni din haqqında danışmaq, yəni mən belə zor dindaram, mən nə bilim imanım nə bilim 100%-dir, nə bilim 96%-dir, neçə faizdir, mən hamıdan sırf bomba olanam və yaxud ölkədə belə də tabu olan şeyləri də bu nə bilim cinsi azlıqlar zatlar haqqında danışıb, nə bilim özünü sırf belə milli mənəvi dəyərlərə bağlı bir insan kimi təqdim eləyəndir. Amma mən sizə bir söz deyim ki, ən çox bu LGBT, nə bilim, cinsi azlıqları hücum eləyən adamların böyük əksəriyyəti, onlar gizli elə o orientasiyanın sahibləridirlər. Yəni, mən elə hesab edirəm ki, din mövzusudur və yaxud bu digər mövzulardır. Bu mövzular, yəni bizim gənclərimizin diqqət mərkəzində olmamalıdır. Din bilirsiniz, intim bir şeydir. İnsanla Allahın arasında olan bir şeydir. Yəni, bunun haqqında durub onlayn xütbə eləməyə ehtiyac yoxdur. Sonrası da, məsələn, mən dindar adam deyiləm, əlhəmdülillah ki, dindar deyiləm, dindən çox uzaq adamam, heç bir dini qəbul eləmirəm. Amma mən Allaha inanmıram, mən Allahı tanıyıram və bilirəm ki, o da məni gözəl tanıyır və biz bir-birimizi sevirik. Yəni, mənim dediyim odur ki, əziz gənclərimiz, yəni biz elə bir keçmə-keçlərdən keçdik ki, bizim ölkəmizdə son bu 35 il ərzində biz hər şeyi gördük. SSR-nin dağılmasını gördük, torpaqlarımızın işğalını gördük. Hər səhər demə biz şəhid analarının ah-naləsi ilə yuxudan oyandıq. Kimlərin ki, bizim o qəhrəman ruhuna qurban olduğumuz şəhidləri gətirdilər bir-bir. Yəni biz atəşkəs adı altında hər il 150 baba vigidlərimizi torpağımıza qurban verdik və çox şükürlər olsun ki, 2-ci Qarabağ müharibəsini və ondan sonra o bir günlük 23 saatlıq antiterror əməliyyatı ilə suverenliyimizi bərpa elədik və bu gün bizi, mən 11-12 ildir artıq ölkədən kənarda yaşayıram. Əvvəllər bizi necə tanıyırlar, bu gün necə tanıyırlar, necə yanaşırlar. Bu gün belə bir ölkənin vətəndaşıyıq. Bəli, ölkəmizin daxilində müəyyən problemlər var. Mən elə hesab edirəm ki, bu problemlər yavaş-yavaş həllini tapmalıdır və ölkə rəhbərliyi bunu həll eləməlidir. Allahın izni ilə ümid eləyək ki, eləyəcək də. Amma belə bir ölkənin vətəndaşları olub, biz nəyə görə Şeyx Nəsrullahın dövrünə geri qayıtmalıyıq? Yəni bizim bugün Cəlil Məmmədquluzadəmiz yoxdur, bizim bugün Mirzə Əkbər Sabirimiz yoxdur. Gəlin elə eləyək ki, dostlar, yəni biz elə bir cəmiyyətdə quraq ki, özümüz üçün. Yəni bizim cəhalətdən milləti ayırtmaq üçün Mirzə Cəlilə, Sabirə ehtiyacımız olmasın. Yəni hər birimiz öz məsuliyyətimizi dərk eləyək və hansı yola düşdüyümüzün fərqində olaq. Yəni ən azından mən elə fikirləşirəm ki, o adamların auditoriyasına çevrilməlisiniz ki, o adamlardan nəsə bir şey öyrənə bilərsiniz. Və sizə bir şey deyim ki, Allah Taala öz hədəfinə doğru, öz arzularına doğru getmək üçün hər gün nəsə bir şey eləyən adamın yəni ruzusunu da verir, yolunu da açır. Bax bu gördüyünüz bu interyeri dostlar, hardasa bir 6-7 ay əvvəl mən süni intellektdən düzəldib səhifəmdə paylaşdım ki, LLCA layihəsinin, yəni ofisi, bir çox adamlar istəyəcəklə falanla da, nə bilim, ironiya ilə falanla, nə bilim, bəzilərdə atmaca sözlər zatlar işlətdilər ki, hə, bu süni intellektlə yaradılıb. İndi gördüyünüz kimi dostlar, eyni, səhifəmi vərəqləyib baxa bilərsiniz. 6-7 il bundan əvvəl o hazırladığım o interyerin qarşısında oturmuşam, bir tərəfində qurban olduğum bayrağım, fəxrim, digər tərəfində də mənim üçün artıq ikinci vətən hesab olunan İsveçrəmizin bayrağıdır və masamın üstündə bir millət, iki dövlət, Türkiyəmizin, Azərbaycanımızın və İsveçrənin bayrağını görürsünüz. Yəni, bunu nəyə görə deyirəm? Qısa bir konkret istədim, bunu da sizə göstərim ki, yəni dostlar, istəyəndə adam hər şeyə nail ola bilər. Mənim trenerim bəzən olurdu ki, bizə çox yüklüyürdü da, həddindən artıq ağır naqruska verirdi və biz az qalırdıq ağlayaq. Onda hisslənirdi, başımıza lapa ilə döyürdü ki, insan hətta istəsə uça bilər. Yəni düzdür, bunu obrazla deyir, amma doğrudan da insan nəyi istəsə ona nail ola bilər. Odur ki, əzizlərim mənim, o dindən xəbəri olmayan, o nə bilim giz-giz hədisləri oxuyan, hədis nədir dostlar? Ona qalsa, nə bilim, 100 il sonra Azərbaycanın indi geydirmə yazarları var da, onların da kitabın kimsə hədis kimi təqdim edə bilər. Yəni, xahiş edirəm, elmlə məşğul olun, özünüzü inkişaf elətdirin. Müasir texnologiyası dünyasıdır. İndi internetdə istənilən bir şey üçün havayı dərsliklər var. Dil öyrənməkdən tutmuş, nə bilim, süni intellekti, sonra nə bilim, Java-nı, nə bilim, IT texnologiyasını tam öyrənib özünüzü müəyyən bir həddə gətirib çıxara bilərsiniz və ondan sonra inandırın ki, sizi özünüz də görəcəksiniz ki, həyata baxışınız dəyişəcək, həyat eşqiniz dəyişəcək, həvəsiniz dəyişəcək, istəyəcəksiniz ki, səhər tezlərindən durasınız, bu gün nəsə bir şey eləyəsiniz, özünüz üçün gündəlik tutun. Belə vərəqlər və yaxud bir dənə dəftər, qarşınıza qoyun o hədəfləri yazın və ondan sonra seçin ki, o hədəfin ən vacibi hansıdır sənin üçün və ondan sonra seçin ki,
o hədəfin hansı sənin üçün vacibdir və eyni zamanda bu hədəfi eləməyə imkanın var. Və ondan sonra birdən də siyahı tutun ki, bu hədəfi eləmək üçün nələr eləməliyəm. Və hər gün qeyd edin ki, bu gün bunu elədim, bu gün bunu elədim, bu gün bunu elədim. 10 gün, 15 gün, 20 gün, 25 gün, 1 ay sonra baxıb görəcəksiniz ki, artıq siz nəyəsə nail olmuşsunuz, hansısa uğurlar qazanırsınız. Və unutmayın ki, hər şey xırda addımlardan başlayır. Və ona görə də bu onlayn TikTok xütbələrindən uzaq durun, özünüzdən müğayət olun. Allah Azərbaycanımızı qorusun. Sağ olun.